Salam mənim əzizlərim, belə bir açılım eləyirik. Sizə tərəf addım atmama səbəbi nədir? Yəni, nəyə görə addım atmır? Bundan bağlı bir açılım edəcək. Zamansız zamana niyyət etdik. Deməli, içində romantik istek var, hisslərlə düşünür. His var, amma hərəkət zəifdir. Sizi güclü, cazibəli, dominant görür. Seçim qarşısında qalıb. Qəlbi sizi istəyir, amma ağlı biraz tərəddüddədir. Qərardan qaçır. Sizi ciddi, real, dəyərli biri kimi görür. Egolu biridir. İlk addım atsa zəif görünəcəyini düşünür. Yəni, ümumilikdə his var. Sizi yüksək dəyərdə görür. Amma qərar, his, ego onu saxlayır. Maraqlı gəldi, bir dənə əlavə kart çəkək. Görək, üçüncü bir var mı? Yəni, bu güneş kartı deyir ki, üçüncü şəxs, yəni gizli üçüncü bir şəxs yoxdur. Hər şey burada açıqdır, aydındır. Üçüncü şəxs yoxdur ya da varsa da o gizli deyil. Yəni, gizli bir şey yoxdur burada.